Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz bugünkü dərsimizdə sam, sama, sami, müəyyənlik bildirən əvəzlikləri cümlədə necə düzgün işlədirik, onu öyrənəcəyik. Bu əvəzliklər dediyim kimi müəyyənlik bildirən əvəzliklərdir. Rus dilində adlanır определительное местоимение. Beləliklə keçirik dərsimizə. İlk əvvəl əlbəttə ki, biz baxacağıq adlıq halda, yəni iменительный падежdə. Misal üçün, звонил сам direktor. Nə başa düşürük? Direktorun özü zəng etmişdi. Yəni müəyyənlik bildirir. Əlbəttə ki, biz deyə bilərik звонил direktor. Direktor zəng etmişdi. Amma necə ki, Azərbaycan dilində daha ifadəli deyirik, yəni direktorun məhz özü zəng etmişdi. Onda biz sam işlədirik. Çünki direktor sözü mujskoy roddadır. Qadın cinsində olacaq звонила сама sekretarşa. Katibənin özü zəng etmişdi. Cəmdə isə olacaq звонили сами сотрудники. Əməkdaşların özləri zəng etmişdi. Gördüyünüz kimi cinsə görə dəyişir və təkdə və yaxud da cəmdədirsə söz ona görə dəyişir və cümləni daha da ifadəli edir. Bundan əlavə biz cümlədə əlbəttə ki işlədə bilərik üçüncü şəxsin cəmində olan şəxs əvəzliklərini. Misal üçün, direktor özü zəng etmişdi deyəndə biz onun yerinə deyə bilərik o özü zəng etmişdi. Onda olacaq звонил он сам. Və yaxud da звонила она сама. Cəmdə isə звонили они сами. Özdə burada bir şeyə fikir verək. Şəxs əvəzliklərini işlədəndə görürsünüz, birinci şəxs əvəzliklərini deyirik, daha sonra sam, sama işlədirik. İsim işlədəndə isə adətən fərqi yoxdur. İstəsək əvvəl, istəsək sonra. Misal üçün, mən yazmışam звонил сам direktor. Biz desək ki, звонил direktor сам, bu da düzgün olacaq. Amma şəxs əvəzliklərini işlədəndə yaxşı olar ki, birinci şəxs əvəzliklərini deyəsiniz, sonra sam, sama işlədəsiniz. Misal üçün, звонил он сам, звонила она сама. Yəni, əksinə deməməyinizi tövsiyə edirəm. Və bu, indi bu öyrəndiyimiz bu qayda bütün падежlərdə keçərlidir. Родительный падежdə baxırıq. Для самого Игоря это был самый прекрасный день. Yəni, Igor'ın özü üçün bu ən gözəl gün idi. Qadın cinsində для самой Анны это был прекрасный день. Cəmdə для самих гостей это был прекрасный день. İndi isə üçüncü şəxs əvəzlikləri ilə əvəz edəndə necə olur? Olacaq для него самого это был самый прекрасный день. Qadın cinsində olacaq для нее самой это был самый прекрасный день. Cəmdə isə olacaq для них самих это был самый прекрасный день. Дательный падежdə baxırıq. Самому другу было интересно жить в деревне. Самому, çünki artıq дательный падежdə bilirik ki, sifətlərdə də kişi cinsində o mudur şəkilçi sonda. Qadın cinsində olacaq самой подруге было интересно жить в деревне. Cəmdə isə olacaq самим друзьям было интересно жить в деревне. Yəni, dostlarımızın özü üçün kənddə yaşamaq maraqlı idi. İndi isə üçüncü şəxsdə şəxs əvəzlikləri ilə əvəz edək. Olacaq kişi cinsində. Ему самому было интересно жить в деревне. Qadın cinsində olacaq ей самой было интересно жить в деревне. Cəmdə isə olacaq им самим было интересно. Və üçüncü şəxs əvəzliklərinə baxırıq. Ümumiyyətlə bu müəyyənlik bildirən əvəzliklərlə, yəni sam, samo ilə mən, sən, biz, siz də işlənə bilər. Amma nəyə görə bunu падежlərdə göstərmirəm çox? Çünki mən deyə bilərəm мне самой, qadın olduğum üçün deyirəm мне самой было интересно. Və yaxud da kişi deyir мне самому было интересно. Amma biz bütün падежlərdə mən, sən, biz, siz
şəxs əvəzlikləri ilə bu müəyyənlik bildirən sam, zamanı işlətmirik. Əlbəttə ki, qrammatik olaraq düzgün işlədə bilərik, qayda olaraq düzgün işlədə bilərik. Amma bir də belə bir şey var ki, ruslar danışıqda bunu istifadə etmirlər çox. Ona görə biz bunu işlətsək qəribə çıxır. Adətən dательный падежdə və винительный падежdə işlənir. İndi bayaq dediyimiz kimi мне самой интересно или тебе самому интересно deyə bilərik bir kişiyə. Və yaxud da ki, винительный падежdə işlədə bilərik. Bəzi hallarda родительный падежdə də işlənilir. Amma digər падежlərdə çox da rast gəlinmir. Ona görə də bu bir dərs olduğuna görə və siz də daha aydın başa düşəsiz deyə siz bilin ki, bütün isimlərlə işlədə bilirik və üçüncü şəxs əvəzlikləri ilə bütün hallarda işlədə bilirik. Mən, sən, biz, sizlə isə siz bu mövzunu mənimsəyəndən sonra rastlaşdıqca özünüz analiz edib görəcəksiniz ki, harda daha uyğun gəlir işlətmək. İndi isə baxırıq винительный падежdə olacaq kişi cinsində. Я пригласила самого начальника. Mən müdirin özünü dəvət etdim. Я пригласила саму Настю. Настянın özünü dəvət etdim. Я пригласила самих клиентов. Müştərilərin özlərini dəvət etdim. İndi üçüncü şəxsin şəxs əvəzliklərində baxırıq. Я пригласила его самого. Yəni onun özünü. Я пригласила ее саму. Qadın cinsində olur bu. Cəmdə isə olacaq Я пригласила их самих. Творительный падежdə baxırıq. Kişi cinsində Я поговорила с самим актером. Aktyorun özü ilə danışdım. Qadın cinsində baxırıq. Я поговорила с самой актрисой. Aktrisanın özü ilə danışdım. Cəmdə isə Я поговорила с самими актерами. Aktyorların özləri ilə danışdım. İndi isə şəxs əvəzliklərindən baxırıq. Я поговорила с ним самим. Я поговорила с ней самой. Я поговорила с ними самими. Və son olaraq предложный падежdə baxırıq. Он спрашивал о самом мальчике. O, oğlanın özü barəsində soruşurdu. Yəni, oğlanın özünü soruşurdu. Qadın cinsində он спрашивал о самой девочке. O, qızın özünü soruşurdu. Cəmdə он спрашивал о самих детях. O, uşaqların özünü soruşurdu mənasında. Şəxs əvəzliklərindən baxırıq. Он спрашивал о нем самом. Он спрашивал о ней самой. Он спрашивал о них самих. Bu qədər əziz izləyicilər, ümid edirəm hər şey sizə bu mövzuda aydın oldu. Bacardığım qədər çalışdım, sadə izah edim. Amma yenə də hər hansı bir sualınız qalarsa, yazıb soruşa bilərsiniz. Sonda isə kiçik çalışma olacaq öyrəndilərimizi yoxlamaq üçün. Sağ olun, növbəti dərsdə görüşənədək.